Avtomobilinin istehsal tarixi 2005-ci ildən əvvələ dayanan sürücülər, köhnə avtomobillərinizlə sağollaşmaq vaxtıdır. Təkcə ona görə yox ki, köhnə avtomobillər modern şəhərimizin ruhuna uyğun deyil. Həm də ona görə ki, ekoloji cəhətdən daha təmiz Avro 4 standartları bizlərdən bunu tələb edir. Artıq köhnə avtomobillərin dövriyyədən necə çıxarılması barədə planlar da hazırlanır. Nurlan danışacaq. Ölkə ərazisində istismar olunan və Avro 4 standartlarına cavab verməyən, ili 2005 Avropa 2007-2008 AS istehsalı olan avtomobillər dövriyyədən hansı yolla çıxarılacaq? Hələ ki, Avro 4 standartları yalnız ölkəyə gətirilən avtomobillərə aiddir. Azərbaycanda hazırda istismarda olan avtomobillərə isə bu şamil olunmur. Qonşu dövlətlərin təcrübəsi Azərbaycanda tətbiq olunsa, yəni Azərbaycan yerli avtomobillərin almaq şərti ilə kompensasiya ödənilsə, bizim sürücülər razı olarmı? Yox, mən gün ki maşın verib bir dənə axmaq maşın niyə alıram ki? Ondan da yaşı da çoxdur, amma təmiz maşındır, o mən niyə ki dəyişməliyəm? Ölkədə istismar müddəti başı çatmış bir neçə 100 min avtomobil istifadə olunur. Rəsmi rəqəmlərə əsasən hazırda ölkənin ümumi avtomobil parkı 1245 min avtomobil təşkil etdiyi halda icbari sığorta müqaviləsi bağlanmış avtomobillərin sayı 700 mindən də azdır. Bu rəqəmlərdəki fərqin əsas səbəbi də məhz regionlarda, xüsusilə də ucqar ərazilərdə istifadə olunan avtomobillər və ya ümumiyyətlə istifadə olunmayan avtomobillərdir. Avtomobil təhvil götürülür, onun müəyyən məbləğdə dəyər ödənilir. Avtomobil götürülür, onun əvəzinə müəyyən məbləğdə əlavə ödəniş eləməklə yeni avtomobil təklif olunur və s. Yəni bir neçə təcrübə növü mövcuddur. Bunlar hələ ki söylənilən fikirlərdir, konkret bir qərar yoxdur. Xaricdən gətirilən avtomobillərinə yerli istehsalın qorunması baxımından ölkədə istehsal avtomobillərin təklif olunması da normaldır. Hazırda ölkə ərazisində xüsusilə də əyalətlərdə 20-30 ilin avtomobillərindən istifadə olunur. Nurlan Əliyev, Sultan Məmmədov, Space.